Ötən səfər Gürcüstana səyahət sığortası ilə bağlı bir video çəkmişdim. Həmən videonun şərh bölməsində maraqlı suallar aldım. Suallar səyahət sığortası haqqında idi. Səyahət sığortası niyə lazımdır, niyə görə səyahət sığortası almalıyıq, bunun bizə xeyri nədir və s. Və mən bu ən çox verilən 4 sualı özümdə qeyd elədim, bu kağızda qeyd eləmişəm və indi o sualları oxuyub və həmən suallara cavab verəcəm. Deməli, başlayaq birinci sualdan. Niyə 5-6 günlük getdiyim yerə o qədər səyahət sığortası pulu verim? Əslində 5-6 günlük səyahət sığortasının qiyməti baha deyil. Təxmini 10-15 manat arası dəyişir. Yəni istənilən şəxs bunu, məncə səyahət edən şəxs bunu ala bilər. İkinci sualı səsləndirirəm. Səyahət sığortasının mənə xeyri varmı? Bildiyiniz kimi bütün dünyada tibbi xidmətlər bahadır. Eləcə də Azərbaycanda tibbi xidmətlər, əgər sığortanız yoxsa tibbi xidmətlərə kifayət qədər pulunuz çıxacaq. Amma cəmi 10-15 manat ödəməklə siz bir neçə min manatlıq zəruri tibbi xidmət deməli ala bilərsiniz. Bir neçə min manat, hətta 10-15 min manatlıq və s. Çünki tibbi xidmətlər xaricdə həqiqətən bahadır. Və beləliklə 10-15 manat xərcləməklə siz 10-15 min manatlıq özünüzü sığortalayırsınız. Üçüncü suala keçim. Səyahət sığortası ilə xaricə müalicəyə gedə bilərəmmi? Xeyr, səyahət sığortası müalicə üçün deyil, səyahət sığortası yalnız zəruri tibbi xidmətlər üçündür. Yəni təcili və təxirə salınmaz tibbi xidmətlər zamanı səyahət sığortası işə düşür. Və dördüncü sual, axırıncı sualı keçirəm. Səyahət sığortası təkcə tibbi xidmətləri əhatə edir, ya necə? Xeyr, səyahət sığortası yalnız tibbi xidmətləri əhatə eləmir. Bəzi səyahət sığortası paketlərində təyyarənin gecikməsi, uçuşun ləğv olunması, bagajın itməsi, bagajın zədələnməsi və s. kimi opsiyalar da var. Hansı ki, siz həmən sığortanız vasitəsilə özünüzə kompensasiya ala bilərsiniz. Sonda qeyd eləmək istəyirəm ki, yanvar ayının 1-dən etibarən Gürcüstana səyahət zamanı səyahət sığortası tələbi var və bu videonun altında səyahət sığortası ilə bağlı suallarınızı qeyd edin. Insure.az saytının əməkdaşları, təcrübəli əməkdaşları bu suallara cavab verəcəklər və qeyd eləmək istəyirəm ki, Insure.az saytında siz öz büdcənizə uyğun səyahət sığortası əldə eləyə bilərsiniz və səyahət sığortasını biz səyahət bloqeri kimi sizdən sizə tövsiyə edirəm ki, hər səyahətinizdə alasınız. Dostlar, az qala unutmuşdum. Insure.az saytında səyahət 10 promo kodundan istifadə edərək növbəti səyahət sığortanıza 10% endirim əldə edə bilərsiniz.